O bu günləri ailələri dağıtmaq üzrə tenderlər keçirirlər ümumiyyətlə müsəlman ölkələrində. Əsas sözlərdən biri nədir? Arvad ərinin qulluqçusu deyil. Çaydır da özün süzə bilmirsən, get süz. Qulluqçu deyil. Qulluqçudur. Ərinin qulluqçusudur. Necə ki, əri ailəsinin qulluqçusudur. Necə ki, prezident ölkəyə qulluq edir, xalqına xidmət edir. Biz hamımız qulluqçuyuq. Kimlərəsə, nələrəsə qulluq edirik, xidmət edirik. Arvadın işi ərinə xidmət eləməkdir. Necə ki, ərin işi ailəyə xidmət edir, övladlarına, yoldaşına, arvadına xidmət edir. Elə çıxır ki, onda bizə hambal da ölür, gedib orada işləyirəm, gətirib 90%-ni sizə xərcləyirəm. Ya, azadlıq qoyurlar, tərbiyəsizlik də təbliğ edirlər. Azadlıq deyil o, tüfeyli həyatdır o. Azad həyat yoxdur, azad insan bu materiyada yoxdur. Sən nədənsə kimlərdən sən heç zaman asılı olursan. Qadın da buna qulaq asır, deyir də düz istəyir də mən qulluqçuyam. Sənin üçün get çayı özün tök də, yəni kim? Yəni başa düşürsən ailələr dağılır. Çay tökmə, paltarımı yuma, ayağımı su qoyma. Nə edirəm sən onda? Nə şey evlənmişəm, nə xeyrim var mənə? Hər şey özüm edirəm də onsuz da. Ailədə yəni qadınla kişi arasında zapadlı söhbətlər yoxdur. Qadınları üzlərinə bura ki, aldanmayın o təxribatlara. Qadın ərinin qulluqçusudur. Necə ki, əri ailəsinin qulluqçusudur, qadın da ərinin qulluqçusudur. Burada pis bir şey yoxdur. Heç kəs aşağılamır, heç kəsə 2 dənə çay tökməklə üzüyün qaşı düşməyəcək. Bu dünya biz kişilərin çiyinləri üzərindədir. Kişinin haqqını bu dünyada anasından başqa heç kəs ödəmir. Kişinin haqqını bu dünyada ödəyəcək bir ikinci varlıq yoxdur anadan başqa.